Allah Teala Bəqərə surəsi 237-ci ayədə buyurur ki: "Və in ta'fu aqrabu lit-taqva." Əgər əfv eləsəniz, bağışlasanız, bu təqvaya, Allah qorxusuna daha yaxındır. Sonra Allah Teala buyurur ki: "Və la tansawul fadla beynakum." Bir-birinizə güzəştə getməyi unutmayın. Görün Allah Teala nə deyir? Deyir ki, bir-birinizə güzəştə getməyi, güzəşt eləməyi, keçməyi və bağışlamağı unutmayın. İnnallaha bima ta'maluna basir. Həqiqətən də Allah sizin əməllərinizi görür. Və həmçinin Allah Teala başqa bir ayədə, Şura surəsi 40-cı ayədə buyurur ki: "Və cəza'u seyyi'atin seyyi'atun misluha." Pisliyin cəzası özü qədəri pisliyidir. Pisliyin cəzası elə o qədər pisliyinlə cavab verirsən. Lakin Allah Teala bilir ki: "Fəmən afa və aslaha fa ecruhu alallah." Lakin Allah Teala bilir ki, kim əfv eləsə, islah etsə, yəni qarşısındakı onunla mübahisə edən insanı bağışlasa, əfv eləsə, islahı üçün çalışsa, o adamın əcri, savabı, bu böyük əməlinə görə onun savabı Allahın üzərinə düşür. Yəni Allah ona böyük bir savab verəcək.